Bəli, o gün gəldi. Artıq yarış gününün müəyyən miflərinə son dediyimiz gündür. Çünki digər günləri biz az qidalansaq da məhz bu gün yarış günü axı çox böyük enerji itiririk. O yüzden də bu günü biz 5 dəfə qidalanacağıq. İkinci vacib qayda, yarışa 3-4 saat qalmış biz doğru düzgün şəkildə bəslənəcəyik. Bu hansı şəkildə olur? Bu mürəkkəb karbohidrat qrupu olan yarmalar, xüsusilə yulaf yarması, qarabaşaq yarması, tam buğday yarmasından ibarət gözəl bir yemək qəbul edəcəyik. Qazlı içkilər, açıq tərkibli içkilər, şirin içəcəklər olmamalıdır. Xüsusilə energetik içkilər qətiyyən olmamalıdır. Çünki bunlar enerji soğuruculardır. Amma bizim öz daxili enerjimizin qaydasında olmasına ehtiyacımız var. Çünki bu zaman biz vacib maddələri orqanizmimizdə saxlayırıq, təmin edirik. Özəlliklə qaçış günü biz bu məşq zamanı xüsusilə sərbəst radikalların ayrılması nəticəsində də antioksidantlara ehtiyacımız olur. Bu nədir? Daha çox əlçatan C vitamini və vitamin Y-dir ki, bunu da çərəzlərdən və bol-bol tərəvəzlərdən istifadə edərək nail olacağıq. Çünki unutmayaq ki, məhz yarış günü biz tərəvəzlərə stoplayacağıq. Onun üçün də yarışdan öncəki həftə ərzində biz balanslaşdırılmış qida rejiminə əməl edək ki, qaçış zamanı biz uğura nail olaq.